Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Xoş gördük sizləri. Qırmızı qarağat almışdım. Bugün də onu pişirirdim. İstədim onu da paylaşım sizinlə. Qarağatımız 2 kilo yarım idi. 2 kilo yarıma, yəni elə qarağat var, əzilmiş olur. Eləsi də var, yaxşı sağlam diri olur. Bu yaxşı sağlam qarağat idi. Yəni dənələrindən bəzən görürsən ki, itkiləyərək gedir, amma bunda itkiyə getmədi. Yalnız cicək idi. Bir də elə belə yüngülvarı dibinin xırda xuruşları hardasa bu qədər belə. Ona görə 300 qram getdi bu cicəklərinə. 2 kilo 200 qram təmiz qarağat qaldı. Mən bu kiloların hərəsinə 1 stəkan su tökdüm. 2 kiloya 2 stəkan. Sonra 2 kiloda pesoqunu tökdüm. O 200 qrama da 1 stəkan pesoq tökdüm. 1 stəkan da su əlavə tökdüm. Yəni qoy suyunu çox mürəbbənin vallahi indi mən özlüyümdə pişirmişəm, yəni elə təcrübəsiz də deyiləm, təcrübəm də çoxdur. Pişirəndə görürsən ki, biraz ölçüdən az artıq tükəndə suyu azcana o mürəbbə çox yaxşı qalır. Yoxsa lap qrama tükəndə o pişdikcə onun suyu azalanda mürəbbə çox vaxt quruda qalır. Biraz quruda qalır da, yəni demək olar ki, suyu quyu artıq olsa daha yaxşı olar. Ona görə də deməli 2 kilo 200 qram qarağata 2 kilo 200 qram pesoq tökdüm. 3 stəkan da su tökdüm. Qutarana yaxında biraz limon duzu tökürük. Bu da bizim mürəbbəmiz. Hazırlamaq istəyən hər kəsə də nuş olsun. Göz haqqınızı da halal eləyin. Allah kanalımıza dəstək olanlara can sağlığı versin. Allah hər kəsdən razı olsun. Əlləriniz, qollarınız var olsun. Hər kəsin evinə, eşiyinə bol-bol ruzi bərəkət yetirsin. Siz də pişirəsiniz. Siz də həmişə ruziniz bol olsun. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.